Mərciməkli, quru mayalı gübrə necə hazırlamaq lazımdır? Agromotiverin hazırladığı ən super gübrələrdən biridir. Onun tərifini verəcəm. 1 stəkana yaxın qırmızı mərcimək lazımdır. Qırmızı mərciməkləri əlavə etdikdən sonra 3 qaşıq quru maya əlavə edirik. Adi çörək bişirdiyimiz quru maya və yaxud da ki, quru maya yazılan üzündə olanlardan 3 qaşıq əlavə edirik. Quru mayamızı əlavə edirik. Daha sonra isə üzərinə 1 çay qaşığı yarım şəkər əlavə edirik. Şəkəri çox əlavə etmək olmaz. Üzərinə sonra ılıq su əlavə edirik bura qədər. Üzərinə 4,5 litrə yaxın su əlavə etdikdən sonra güclü şəkildə çalxalayırıq. Çalxaladıqdan sonra isə ən azı 5 saatdan bir, 6 saatdan bir gəlib qapağını açmaq lazımdır. 24-48 saat gözlədikdən sonra bitkilərə qarışdırıb vermək olar. Qarışdırıb vermək haqqında da video paylaşmışam. Sağ olun, var olun. Çox gözəl bir gübrədir. Çox sürətli şəkildə bitkilərimizi inkişaf elətdirir. Sağ olun, var olun. Baxın, göstərirəm inkişaf eləyən bitkiləri. Baxın, güclü şəkildə inkişaf eləmiş pomidor bitkiləri. Baxın, gözəl də çiçək açıblar. Badımcan şitirləri. Çox gözəl gübrədir. Agromotive səhifəsini izləməyi unutmayın. Seyrəldib vermək lazımdır. Sağ olun, var olun.